Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birini salamlayıram. Gününüz xeyirli olsun inşallah. Biz ötən müzakirələrdə də Məhdəviyyət məsələsi barəsində siz əzizlərlə müzakirə etdik və bu nəticəyə gəldik ki, bəli, Şiə etiqadına əsasən İmam Zaman əleyhissalam dünyaya gəlib, həqiqətən də o müjdələnən Məhdidir və dünyanı xilas edəcək. Bu anlayış və bu etiqad bəzi şəxslər tərəfindən tarix boyu tənqid mərkəzinə olmuşdu. Onlardan da biri Rəşid Rıza cənablarıdır ki, o bu anlayışın özünü sual altına almağa çalışmışdı. O iddia edir ki, bu düşüncənin müsəlmanlar arasında yayılması onların ilahi vaciblərə qarşı laqeyd və süst olmalarına səbəb olmuşdu. Yəni, müsəlmanlar gözləyir ki, dünyanın sonunda bir şəxs gələcək, o bunları bu durumdan xilas edəcək və müsəlmanlar artıq ilahi vacibləri və eyni zamanda başlarına gələn hadisələri dəyişməyə çalışmayacaqlar. Bu məsələ bir tərəfdən doğru görünsə də, amma həqiqət etibarı ilə heç bir formada öz doğruluğunu sübut etmir. Baxın, əvvəldə dediyimiz kimi, Əbbasi xəlifələri də Əl-Məhdi adı ilə iş başına gəlmişdilər. Əgər Məhdilik anlayışı müsəlmanlar arasında durğunluq yaradırsa, müsəlmanları vaciblərdən ayırırsa, niyə görə bu xəlifələr bu ad, bu ləqəblə müsəlmanların hakimi təyin etmiş, onların rəğbətini qazanmışlar? Günümüzdə də görürük ki, müəyyən şəxslər bu iddia ilə nə qədər o dırnaq arası məşhurluq qazanırlar. Demək, bu etiqadın özündən sui-istifadə edirlər. Demək, bu etiqadın özündən sui-istifadə edirlər. İndi hər hansı bir şeydən sui-istifadə etmək həmən əsası sual altına almaqla nəticələnə bilərmi? Rəşid Rıza sözünün davamında deyir ki, Məhdilik müsəlmanların parçalanmasına və yalancı şəxslərin ortaya çıxmasına səbəb olur. Biz eyni sualı ona deyirik ki, məgər İslam dünyasında azdırmı ki, müəyyən şəxslər peyğəmbərlik iddiası etmiş, Allahdan vəhy aldığını iddia etmişlər və İslam tarixində bu barədə yalancı peyğəmbərlərin sayı daha çoxdur. İndi yalancı peyğəmbərlər çıxıb deyə biz əsl peyğəmbərliyi sual altına almalıyıq. Deməliyik ki, peyğəmbərlik anlayışı nə'uzubillah yanlış bir şeydir. İnsanlar bu addan istifadə edir. Təbii olaraq xeyr. Demək, bu bir həqiqətdir ki, bütün dinlərin və eyni zamanda İslamın vəd verdiyi Məhdilik haqq bir anlayışdır. Bəli, bu müəyyən şəxslər bu məsələdən sui-istifadə ediblər. Amma İmam Zaman əleyhissalamın varlığına inanmaq bir məzhəbin diri qalması, ayaqda qalması üçün əsas şərtlərdən biridir. Bu barədə hətta şərqşünaslar belə deyir ki, Şiəni digər İslami məzhəblərdən ayıran Məhdəviyyətə inamdır. Yəni, onlar bu etiqaddadırlar ki, onların imamları hal-hazırda da onlarla Allah arasında vasitəçi və onların rəhbəridir. Bu etiqad gördüyümüz kimi şiələrin nəinki süst olmasına, ictimai məsuliyyətdən çəkinməsinə səbəb olur, bəlkə ictimaiyyətə daha aktiv şəkildə iştirak etməsi ilə nəticələnir. Bu barədə inşallah gələn müzakirədə siz əzizlərlə daha geniş müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.